Fitr bayramının axşamı, gün batan vaxtı, həddi büluğa çatmış, aqil olan, şər'i baxımdan fəqir və miskin olmayan şəxslərə fitrə zəkatı ayırmaq vacibdir. Fitrə zəkatı ayırmalı olan şəxs özünün və Fitr bayramı axşamı qürub çağında onun çörək yiyəni olan şəxslərin fitrə zəkatını verməlidir. Fitrə zəkatı olaraq bir sa, yəni təqribən 3 kiloqram çörək, buğda, düyü və s. və yaxud onların pulu götürülür. Bayram axşamı, yəni Ramazan bayramından öncəki gecə, şam azanından sonra çıxılan fitrə zəkatı bayram günü bayram namazına dək verilir. Bayram namazını qılmayan şəxs fitrə zəkatının verilməsini günorta azanına dək təxirə sala bilər. Fitrə zəkatı fəqirə, yolda qalan müsafirə, borcluya və s. verilə bilər. Fitrə zəkatını möminə vermək müstəhəbdir. Ehtiyata əsasən, fitrə zəkatını alkoqollu içki içənə və aşkar günah edənə vermək olmaz. Bu il üçün adam başı fitrə zəkatı 3 manat hüdudunda götürülə bilər. Arzu edən şəxs daha çox məbləğdə fitrə zəkatı ödəyə bilər. Yəni, adam başı 5 manat, 10 manat, 20 manat daha çox da götürə bilər. Bunun hansısa məhdudiyyəti yoxdur. Daha ətraflı məlumata Möminin Kitabçası Pro mobil tətbiqinin 3 ay bölməsindən baxmaq mümkündür. Əgər sualınız yaranarsa, proqramın sual bölməsindən yaza bilərsiniz.